Azərbaycanın qanunvericiliyində belə deyək, boşanan ərəfədə artıq uşaq kimin yanında qalacaq deyə qərar verilir və ondan sonra bu qərar gedir icra məmurluğuna və icra məmurluğunda bir çox məsələlər həllini tapır. Sadəcə olaraq gələn sualların arasında ən böyük aktual problem də bundan ibarət idi ki, bu görüşmə qaydaları nə formada olur, harda baş verir, bu qaydaları kim müəyyən edir və nə formada təmin olunur. Mən istəyərdim ki, bu məsələyə Əli bəy cavab versin. Yəni, düşünürəm, bu da aktual mövzudur. İlk öncə onu qeyd edeyim ki, bu da tərəflər arasında əslində əvvəlcədən razılaşdırılan bir məqamdır. Yəni, mediasiyada artıq bu razılığa gələ bilər. Mediasiyada da razılığa gələ bilər. Hətta mediasiyadan əvvəl proses ümumiyyətlə başlanmamış. Lakin bir məqam var ki, bir çox hallarda tərəflər bununla bağlı müəyyən o prinsipial məsələlərdə razılığa gələ bilmirlər. Bu səbəbdən də valideynlərdən biri, uşaqdan kənar qalmış valideyn bu məsələni məhkəmədə mübahisələndirə bilər. Lakin bununla bağlı Ali Məhkəmənin plenumun müvafiq qərarı da mövcuddur ki, yəni məhkəmələrə tapşırıq da verilib ki, bununla bağlı qərar çıxardıqda, yəni hər hansısa bir formal qərarlar çıxarılmasın. Yəni bəlli hamı üçün eyni vaxt, eyni zaman, eyni o görüşəcək şəxslərin dairəsi müəyyən olunmamalıdır. Çünki elə ola bilər ki, uşaqdan kənar yaşayan hər hansısa bir valideyn uşaqdan bir uzaq məsafədə də yaşaya bilər. Çünki onun nəqliyyata xərclədiyi bir vaxt, bəlli vaxt, müddət onu da məhkəmə nəzərə almalıdır. Çünki və eyni zamanda... Hətta uşağın, misal üçün, sözünüzü kəsdim, məsələn, təhsil aldığı yer varsa, məktəb sadə, bağça sadə, bunlar nəzərə alınmalıdır. Təhsil hamısı, hətta səhhəti və yaşı nəzərə alınmalıdır. Çünki bir çox hallarda təcrübədə rast gəlirik ki, yəni az yaşlılar, belə deyək də, 7 yaşına qədər olan uşaqlar digər valideynin, yəni ananın iştirakı ilə bu görüş, ünsiyyət həyata keçirilir bir çox hallarda. Lakin, məsələn, uşaqdan kənar yaşayan valideyn, kənar qalmış valideyn, əgər onun ünsiyyət hüququ təmin olunubsa məhkəmə qaydasında, digər valideyn bununla bağlı hər hansısa bir maneə yaratmamalıdır. Və ona görə də bununla bağlı yenə də bayaq qeyd etdiyim kimi Ali Məhkəmənin plenumun müvafiq qərarında da bu göstərilib. Və bir çox hallarda uşaqdan kənar qalmış valideyn uşaqla ünsiyyət hüququnu həyata keçirmək istədiyi zaman orada uşağın eyni zamanda həm də baba ilə, bacı ilə, qardaşı ilə, nənə ilə yaxın qohumlarla da təmas. Bəli, yaxın qohumların dairəsində müəyyənləşib. Amma orada da, o məqamda da hər hansısa bir mübahisə düşdükdə eyni bayaq sadaladığım şəxslər də uşaqla ünsiyyət hüququnu məhkəmə qaydasında mübahisələndirə bilərlər. Bəs bu icra